İlk mərkəzə müraciət zamanı hansı şikayətlə yaxınlaşmışdınız? Qızımda göz kontaktı yox idi, ada reaksiya yox idi, komandaları tanımırdı, yaşına uyğun deyildi, danışığı, hərəkətləri, o da məni çox narahat elədiyi üçün mən də pozitiv psixologiya mərkəzini seçdim və sizə müraciət elədim. 2 aydır gətirirəm, psixoloq Gültəkin xanımın yanına gətirirəm, irəliləyişləri var şükür, adına reaksiyası var, göz kontaktı qura bilir, al-ver komandalarını yavaş-yavaş bacarır, bilir. Yəni çox sevinirəm ki, mən inanmırdım ki, qızım bu qədər tez, yəni yaxşı öyrənər. Bura gələndə heç ümumiyyətcə ümidim yox idi ki, elə bilirdim ki, yəni heç nəyi bilən deyil, elə bilirdim, nə bilim, bilməz, danışmaz, elə belə də gedəcək, amma buranı seçəndən sonra, bu mərkəzə gələndən sonra yəni çox sevinirəm, çox xoşbəxtəm. Yəni istəyirəm ki, ümumiyyətcə davamlı Hümeyra tam-tamına belə özünü bilənə qədər, başa düşənə qədər getsin. Bura gələndə elə bilirdim ki, yəni aqressiv, nə bilim, belə inanmırdım ki, yəni bu qədər xoş, bu qədər mehriban, bu qədər səmimi xanımlar tanıyaram. Yəni xoş oldu. Həm qızımı gətirdim, qızımda yəni irəliləyişi gördüm. Ondan sonra bir də ki, xanımlarla ünsiyyət qurmaq, onların bizi qarşılamağı, qızıma qarşı rəftarları, yəni çox xoşbəxtəm ki, bura gətirirəm, sizi tanımışam. Bu psixologiyanın xanımlarını tanıdım. Çox şadam.